Əziz müəllimlər və şagirdlər, hər birinizi xoş gördük. Bugün sizlərlə ikinci hissənin ikinci mövzusu olan elektrik tutumu, elektrik sahəsinin enerjisinin mövzu izahı ilə qarşınızdayıq. Belə ki, ilk başlığımız elektrik tutumu və kondensator anlayışı olacaqdır. Bu zaman kondensatoru qeyd edək, adını və davam edək. Belə ki, kondensatora tərif verərkən, kondensator qalınlığı çox kiçik olan dielektrik qatı ilə bir-birindən təcrid olunmuş iki naqildən ibarət sistem olub, böyük miqdarda elektrik yükünü və elektrik sahəsinin enerjisini toplaya bilən qurğu kondensator adlanmış olacaqdır. Kondensator sözü də latın sözü olub, kondensare sözündən götürülərək mənası sıxlaşma deməkdir. Bizim danışdığımız iki paralel lövhədən ibarət olan kondensator müstəvi kondensatordur və müstəvi kondensatorun naqilləri kondensatorun köynəkləri adlanır və köynəklər işarəcə əks, modulca bərabər yüklənmiş olacaqlar. Belə ki, kondensator iki cür olur. Sabit tutumlu kondensator və dəyişən tutumlu kondensator. Biz bu günləri sizlərlə ancaq sabit tutumlu kondensatordan danışacağıq. İndi təsvirini yaratdığımız sabit tutumlu kondensatordur. Gəlin bir də sizlərlə dəyişən tutumlu kondensatorun da sxemini təsvir edək. Bir dənə fərqi dəyişən tutumlu kondensatorun üzərində ox olmasıdır. İndi isə davam edirik kondensatorun yükü anlayışı ilə. Kondensatorun yükü dedikdə onun köynəklərindən birinin yükünün mütləq qiyməti nəzərdə tutulur. Yəni Q, yəni kondensatorun yükündən əgər söhbət gedirsə, yazıram ki, Q bərabərdir modul daxilində müsbət mənfi Q-yə. Məsələn, tutaq ki, bizə verir ki, kondensatorun köynəklərindən birinin yükü müsbət 5 mikrokulon, digəri isə mənfi 5 mikrokulona bərabərdir. Bu zaman kondensatorun yükü soruşulsa, biz mütləq şəkildə müsbət 5 mikrokulonu götürmüş olacaq. Bu kondensatorda dedik ki, elektrik yükünü və elektrik sahəsinin enerjisini toplayır. Və bu zaman həm elektrik yükünü, həm də elektrik sahəsinin enerjisini toplamağını xarakterizə etmək üçün artıq yeni bir kəmiyyətə ehtiyacımız var. Həmin bu kəmiyyət adlanmış olacaqdır tutum. Tutum S hərfi ilə işarə olunur. S bərabərdir Q bölünsün U şəklində ifadə edə bilərik. O zaman tərif versək deyə bilərik ki, köynəklərdən birinin Q yükünün onlar arasındakı, yəni lövhələr arasındakı U gərginliyinə olan nisbəti sabit kəmiyyət olub tutum adlanmış olacaqdır. Elektrik tutumu skalyar kəmiyyətdir və əsas vahidi 1 faraddır. Digər vahidlərlə ifadə eləsək, bərabərdir 1 kulon bölünsün volt. Əsas BSD vahidlərlə ifadə etdikdə isə 1 amper kvadratı vurulsun saniyə üstü 4 bölünsün kiloqram vurulsun metr kvadratı şəklində ifadə edə bilərik. Davam edirəm. 1 farad dedikdə, 1 farad elə kondensatorun elektrik tutumudur ki, onun yükü 1 kulon olduqda gərginliyi 1 volta bərabər olmuş olsun. Farad çox böyük elektrik tutumudur və bunun üçün də daha kiçik elektrik tutumundan istifadə olunur, yəni 10 üstü mənfi kəmiyyətlərdən. Bir neçəsini qeyd edəcəm. Düzdür, elektrik yükü, elektrik sahəsi bölməsində qeyd etmişdik. Burada da bir daha xatırlatma olsun deyə qeyd edirəm. Belə ki, 1 mikrofarad bu bərabərdir 10 üstü mənfi 6 farada. 1 nanofarad bu da bərabərdir
10 üstü mənfi 9 farada, onlardan daha kiçik 1 pikofarad. Bu da bərabər olmuş olacaqdır. 10 üstü mənfi 12 farad şəklində ifadə edə bilərik. Kondensatorun tutumu, yəni S, nə Q-dən, nə də ki U-dan asılı deyil. Bu zaman biz asılı qrafiklərini təsvir etsək, S özü Q-dən, həmçinin S özü U-dan nədir? Asılı deyil. Daha sonra həmin düsturdan istifadə edərək elektrik yükünü təyin etsək, bu zaman Q bərabər olmuş olacaqdır. S vurulsun U-ya. S-nin, yəni tutumun sabit qiymətində Q özü U-nan, həmçinin U özü Q-lə xətti olaraq düz mütənasib asılı olmuş olacaqdır. Hər birində də mütləq şəkildə S-nin, yəni tutumun sabit qiymət olduğu nəzərə alınır. Buradan da aşağısını qeyd edək ki, hər birində mütləq şəkildə S bərabərdir konstant. Bilirik ki, istənilən iki kəmiyyət arasında əlaqə yaratmaq istəyiriksə, mütləq şəkildə bir dənə sabitimiz olmalıdır. Davam edirəm nə ilə? Müstəvi kondensatorun elektrik tutumu köynəklərin bir-birini örtən hissəsinin sahəsindən və köynəklər arası məsafədən, həmçinin mühitin dielektrik nüfuzlu olan epsilondan asılı olmuş olacaqdır. Bu zaman tutum S bərabərdir epsilon 0 S bölünsün D şəklində ifadə olunmuş olacaqdır. Buradakı epsilon 0 elektrik sabitidir. Bunu biz sizlərlə elektrik yükü anlayışından tanış olmuşuq. 1 bölünsün 4 pi K şəklində ifadə olunur. Bu zaman tutumun düsturunda nəzərə alsaq, nə olmuş olacaqdır? Epsilon 0 S bölünsün 4 pi K vurulsun D şəklində ifadə edə bilərik. Bu zaman tutum özü epsilonla, həmçinin S-lə, eyni anda D-lə asılı qrafiklərini bir-bir qeyd edək. Bunun üçün 3 dənə qrafik çəkəcəyim. S özü S-dən xətti olaraq düz mütənasib asılıdır. S özü epsilondan xətti olaraq düz mütənasib asılı olmuş olacaqdır. S özü D-lə xətti olaraq tərs mütənasib asılı olmuş olacaqdır. S-dən düz mütənasib asılı biz o zaman götürürük ki, D bərabərdir konstant, həmçinin epsilon bərabərdir konstant. Epsilondan asılı qrafikini götürən zaman yazıram S bərabərdir konstant, həmçinin D bərabərdir konstant. S-nin D-dən tərs mütənasib asılını götürən zaman S bərabərdir konstant, həmçinin epsilon bərabərdir konstant şərtinə əsasən asılı qrafiklərini qurmuş oluruq. Kondensator elektrik sahəsinin enerjisini toplayır, boşalma zamanı isə həmin enerjini ani olaraq sərf edə bilir. Elektrotexnikada müxtəlif ölçülü və elektrik tutumlu kondensatorlar geniş tətbiq olunmuşdur. Belə ki, fotoqrafiyada işlədilən alışqan lampanın iş prinsipi də həmin bu hadisəyə əsaslanmış olacaqdır. Davam edirəm sizlərlə yüklənmiş kondensatorun elektrik sahəsinin enerjisi və enerji sıxlığı.
yüklənmiş kondensatorun elektrik sahəsinin enerjisi və enerji sıxlığı. Bu zaman gəlin ilk öncə sizlərlə paralel lövhələr, yəni kondensatoru təsvir edək. Bu zaman sahənin intensivliyi bilirik ki, müsbət yükdən mənfi yükə doğru yönəlmiş olacaqdır. Bu zaman bu istiqamətdə götürürəm. Bura hər hansı bir mənfi yükü zərərsiz gətirəcəm, mənfi 2 yükü. Bu zaman nə edəcəkdir? Müsbətə tərəf cəzb olunmuş olacaqdır. Burada ümumi aralarındakı lövhələr arasında, köynəklər arasındakı məsafə 1D ilə ifadə edəcəm. Bu zaman kondensator yükləndikdə onun köynəkləri arasındakı fəzada elektrik sahəsi yaranır. Deməli, elektrik sahəsi məhz enerjiyə malikdir və həmin düsturun alınmasını gəlin sizlərlə bir yerdə təyin edək. Fərz edək ki, yüklənmiş müstəvi kondensatorların köynəkləri arasında bir cins elektrik sahəsi intensivliyi Y-dir. Bu zaman bura yazıram ki, Y. Bir halda, yəni biz ümumi olaraq sahənin intensivliyini Y qəbul edirik. Bu halda bir köynəyin yaratdığı elektrik sahəsinin enerjisi, yəni Y1 bərabər olmuş olacaqdır. Y bölünsün 2 şəklində ifadə edə bilərik. Mənfi yüklənmiş köynəkdən bütün artıq elektronlar digər köynəyə keçərsə, bu zaman kondensatorun tam boşalması baş vermiş olacaqdır və bu halda əgər kondensator tamamilə boşalarsa, onun elektrik sahəsi yox olmuş olacaqdır. Deməli, elektrik yüklərinin bir köynəkdən digər köynəyə aparılması prosesində görülən iş elə elektrik sahəsinin enerjisinə bərabər olmuş olacaqdır. Bu zaman yazıram ki, A bərabərdir W Y-yə. Biz yüklənmiş kondensatorda mənfi yüklü zərrəcik daxil etmişdik. Bu zaman mənfi 2 yükü qüvvə xəttlərinin əks istiqamətində D məsafəsində apararkən bu zaman elektrik sahəsi yük üzərində iş görmüş olur. A bərabər olmuş olacaqdır. Mənfi 3D modulu daxilində yazıram. Q Y1 vurulsun D-yə. Bu da bərabər olmuş olacaqdır. Q Y1-in yerinə yazacağam. Y bölünsün 2 vurulsun D şəklində ifadə edə bilərik. Və yaxud bu da bərabərdir. Q U bölünsün 2 şəklində ifadə etməyimiz mümkündür. Biz o zaman kondensatorun enerjisi üçün alacağımız düstur W Y bərabər olmuş olacaqdır. Q U bölünsün 2-yə. Bu da bərabərdir. Biz Q-nü bayaqları tapan zaman Q-nün yerinə SU yazmışdıq. Bu zaman Q-nün yerinə yazıram SU vurulsun U bölünsün 2-yə. Bu da bərabər olmuş olacaqdır. SU kvadratı bölünsün 2-yə. Bu da bərabərdir. U-nun yerinə Q bölünsün S yazsam, Q-nü Q-yə vuracam. Q kvadratı bölünsün 2 S-yə. Bu da bərabərdir. Q Y D bölünsün 2 şəklində ifadə edə bilərik. İndi düstur gözümüzün qarşısında olduğuna görə gəlin bu zaman elə asılılıq qrafiklərini ifadə edək. Təqribi olaraq deməli 1 U-dan, C-dən, Q-dən və C-dən ümumi olaraq 4 dənə qrafik təsvir edirəm. Əgər əlavə olaraq lazım olsa yenidən çəkərik. Elektrik sahəsinin enerjisi U-nan C-nin sabit qiymətində. C bərabərdir konstant olan halda. U-nan
kvadratik olaraq düz mütənsib asılı olmuş olacaqdır. Hansı düstur? Baxın, bu düstur. C U kvadratı bölünsün 2 düsturu. Sonra gəlirəm nəyə? Yazıram W, Y. Yenə C-nin sabit qiymətində. Yazıram C bərabərdir konstant. Bu zaman Q ilə kvadratik olaraq düz mütənsib asılı olmuş olacaqdır. Davam edirəm. Yazıram W, Y. Daha sonra C ilə nəyin sabit qiymətində? U-nun sabit qiymətində. U bərabərdir konstant olan halda C ilə xətti olaraq düz mütənsib asılı olmuş olacaqdır. Daha sonra W, Y. Gəlirəm nəyə? Q-nun sabit qiymətində Q bərabərdir konstant olan halda C ilə tərs mütənasib asılı olmuş olacaqdır. Kondensatorun enerjisi onun köynəkləri arasındakı elektrik sayəsində toplanır. Bu elektrik sayəsində enerjinin fəzada paylanmasını artıq xarakterizə etmək üçün yeni bir kəmiyyət lazımdır. Həmin kəmiyyət enerji sıxlığı adlanır. Bu zaman enerji sıxlığı WY bərabər olmuş olacaqdır. Elektrik sahəsinin enerjisi bölünsün V-yə və yaxud enerji sıxlığı, yəni WY bərabər olmuş olacaqdır. Epsilon 0 Y kvadratı bölünsün 2 şəklində qeyd edə bilərəm. Biz buradan enerji sıxlığının vahidini alsaq, omega Y bərabər olmuş olacaqdır. 1 Joule bölünsün kubmetr. Əsas BC-də vahidlərlə ifadə eləsək, 1 kiloqram bölünsün metr vur saniyə kvadratı şəklində ifadə edə bilərik. Davam edirik sizlərlə. Kondensatorlar iki cür birləşir. Ardıcıl və paralel birləşmə. İlk öncə başlayıram ardıcıl birləşmə. Ardıcıl birləşmə zamanı şəklimizi təsvir eləsək, gətirib buradan gərginlik mənbəyini birləşdirəcəm. Yazıram ki, U. Daha sonra kondensatorun, buna deyirəm C1 kondensatoru. Bir tərəfin müsbət yükləyəcəm, bir tərəfini mənfi. Bu tərəfi müsbət, bu tərəfi mənfi. Və hər birinə gərginliyi ölçməsi üçün voltmetr birləşdirəcəm. Digərinin buna da deyəcəm C2, bunun gərginliyinə V1, yəni voltmetr 1, voltmetr 2 şəklində qeyd edəcəm. Ardıcıl birləşmə zamanı kondensatorun yükləri bir-birlərinə bərabər olmuş olacaqdır. Yəni Q bərabərdir Q1, məsələn biz 2-dən üstün yazmışıq, o zaman Q1 bərabərdir Q2-yə. Ümumi gərginlikdən soruşulursa, U bərabər olmuş olacaqdır U1 plus U2-yə. C-lərə gəldikdə isə C-lərin tərs qiymətləri götürülmüş olacaqdır. Gəlin o zaman qeyd edək. Belə ki,
Tutumun düsturu S bərabərdir Q bölünsün U-dur. Əgər biz buradan U-nu təyin etsək, U bərabər olmuş olacaqdır Q bölünsün S-yə. Onda gəlin düsturda nəzərə alaq. Yazıram. Q bölünsün S ümumi. Bu da bərabərdir. U1-in yerinə yazıram. Q1 bölünsün S1-ə plus Q2 bölünsün S2-yə. Bu zaman Q-lər gedəndə bizə qalmış olacaqdır nə? 1 bölünsün S ümumi. Bu da bərabərdir. 1 bölünsün S1 plus 1 bölünsün S2 şəklində qeyd edə bilərik. Bu zaman S-nin öz qiymətini təyin etdikdə S ümumi yazmayaq. S ayağına yazıram ardıcıl A. Bərabər olmuş olacaqdır nəyə? S1 vurulsun S2 bölünsün S1 plus S2 şəklində ifadə edə bilərik. Əgər S1 ilə S2-nin qiymətləri bir-birlərinə bərabər olarsa, bu zaman S ardıcıl bərabər olmuş olacaqdır S bölünsün N-ə. Yəni, məsələn, tutaq ki, mən deyirəm ki, S1 və S2-nin qiyməti 2-yə bərabərdir. Bu, birinci düsturumuzdan həll edirəm. Yazıram S bərabərdir 2 vurulsun 2 bölünsün 2 plus 2. Bu da bərabər olmuş olacaq 4 bölünsün 4 bizə verəcəkdir 1-i. Sonra ikinci düsturumuzu yazıram. Yazıram S bərabərdir. Tutum 1-nin qiyməti S. Sayı neçədəndir? 2. Bu da 1-ə bərabər olmuş olacaq. Biz bunu ümumi olaraq əgər tutumların qiymətləri bir-birlərinə bərabərdirsə, o halda ikinci düsturumuzdan istifadə edə bilərik. Davam edirik sizlərlə kondensatorların paralel birləşməsi. Yenə gəlin şəklimizi təsvir edək. Bu zaman hər birində gərginliyi ölçmək üçün bir voltmetr birləşdirəcəm. Buraya yazıram müsbət, bu tərəfə qeyd edirəm mənfi, burada yazacağam U. Belə ki, bu hissəyə 1 voltmetr birləşdirəcəyim, bu hissəyə də 1 voltmetr. Buraya yazıram V1, buraya isə qeyd edirəm V2. Bu tərəflər müsbət, bu tərəflər isə mənfi yükləyəcəm. Bunun yükünə Q2, tutumuna S2, yuxarıdakına gəldikdə isə tutumuna S1, yükünə isə Q1 deyəcəm. Və kondensatorun köynəklərindən biri müsbət, digərini isə mənfi işarəli yüklə yükləyəcəm. Belə ki, paralel birləşmə zamanı gərginliklər
bir-birlərinə bərabər olmuş olacaqdır. O halda yazıram ki, U bərabərdir U1 bərabərdir U2-yə. Külərin qiymətinə gəldikdə isə külərin qiyməti toplanır. Q bərabərdir Q1 plus Q2-yə. Daha sonra davam edirəm nə ilə? Belə ki, biz tutumun düsturundan Q-nü tapdıqda Q bərabər olmuş olacaqdır S vurulsun U-ya. O zaman Q-nün yerinə yazıram S U bərabərdir. Q1-in yerinə yazıram S1 U1 plus Q2-nin isə yerinə yazıram S2 U2-yə. Belə ki, burada U-lar eyni olduqlarına görə ixtisar gedəcəkdir. Bizə onda nə qalmış olacaqdır? S paralel bərabərdir S1 plus S2-yə. Və paralel birləşmə zamanı əgər S-lərin qiymətləri bir-birlərinə bərabər olarsa, yəni S1 bərabərdir S2, bu da bərabərdir S şərti ödənilərsə, bu zaman S paralel bərabər olmuş olacaqdır M vurulsun S-yə. Yalnız bunu biz S-lərin qiymətləri bir-birlərinə bərabər olan hal üçün qeyd edə bilərik. Baxın, məsələn, birinci düsturda S-lərin hər ikisinin qiymətini 2 götürürəm. Bu zaman S paralel bərabər olmuş olacaqdır 2 plus 2-dən bərabər olmuş olacaqdır 4 farada. İndi gəlirəm ikinci düsturumuza. Burada sayı 2 dənədir, tutum nədir? 2. Bu da bərabər olmuş olacaqdır 4 farada. Biz bunu yalnız əgər tutumların qiyməti eynidirsə qeyd edə bilərik. Daha sonra davam edirəm bir də nə ilə? Bizdə ardıcıl və paralel birləşmə zamanı enerji ilə aralarında olan əlaqə soruşulur. Əgər ardıcıldırsa, ardıcıl birləşmə zamanı Q sabitdir. Bu zaman W bərabərdir Q kvadratı bölünsün 2S düsturuna əsasən W ilə tərs mütənasibətli olmuş olacaqdır. O halda W2 bölünsün W1, bu da bərabər olmuş olacaqdır S1 bölünsün S2-yə. İndi isə gəlirəm paralel birləşməyə. Belə ki, paralel birləşmədə W bərabərdir S U kvadratı bölünsün 2 düsturundan istifadə edəcəm. Bu zaman U-nun sabit qiymətində W S ilə xətti olaraq düz mütənasibətli olmuş olacaqdır. O halda W2 bölünsün W1, bu da bərabərdir U-nun sabit qiymətində S2 bölünsün S1 şəklində qeyd edə bilərik. Daha sonra iki xüsusi halı gəlin sizlərlə araşdıraq. Belə ki, müstəvi kondensator sabit gərginlik mənbəyinə qoşulmuşdur. Birinci, sabit gərginlik mənbəyinə qoşulmuşdur. Sabit gərginlik mənbəyinə qoşulmuşdursa, adından göründüyü kimi mütləq şəkildə gərginlik sabit olmalıdır. O zaman bizim istifadə edəcəyimiz bütün düsturlarımızda mütləq şəkildə gərginlik iştirak etməlidir. İlk öncə başlayıram kondensatorun yükü. Kondensatorun yükü Q bərabər olmuş olacaqdır. S vurulsun U-ya. Bu da bərabərdir. S üçün yazıram. Epsilon 0 S bölünsün D vurulsun U-ya. Bu zaman sabit gərginlik mənbəyinə qoşulmuşdur. Bu zaman kondensatorun yükü, yəni Q, D ilə və həmçinin epsilon və S ilə asılılıq qrafikini götürə bilərik. Belə ki,
yük, Q, D ilə U-nun sabit qiymətində tərs mütənasib asılı olmuş olacaqdır. Daha sonra Q, S-lə və həmçinin epsilonla düz mütənasib asılı olmuş olacaqdır. Davam edirəm. Sahənin intensivliyi. Yazıram 2. Sahənin intensivliyi Y bərabərdir. U bölünsün D düsturu ilə ifadə olunur. Bu zaman sahənin intensivliyi D ilə tərs mütənasib asılı olmuş olacaqdır. Belə ki, Y D ilə tərs asılıdır. Y nə S-dən, nə də ki epsilondan nədir? Asılı deyil. Davam edirəm. Kondensatorun enerjisi. Kondensatorun enerjisi WY bərabər olmuş olacaqdır. CU kvadratı bölünsün 2-yə. Bu da bərabərdir. Epsilon 0 S U kvadratı bölünsün 2D-yə. İndi isə gəlin asılılıq qrafiklərimizi götürək. Enerji WY həm S-in, həm də epsilon sabit qiymətində, D ilə asılığı tərs mütənasib asılığı olmuş olacaqdır. Həmçinin elektrik sahəsinin enerjisi S ilə epsilondan xətti olaraq düz mütənasib asılı olmuş olacaqdır. Davam edirəm. Enerji sıxlığı. Enerji sıxlığı WY bərabərdir. Epsilon 0 U kvadratı bölünsün 2D kvadratına. Bu zaman asılılıq qrafiklərimizdə təsvir etsək, enerji sıxlığı D ilə tərs mütənasib asılıdır. S-dən asılığı yoxdur. Çünki düsturumuzda S-ə aid heç bir şey yoxdur. Epsilondan isə xətti olaraq düz mütənasib asılı olmuş olacaqdır. İndi isə davam edirik. Yükləndikdən sonra sabit gərginlik mənbəyindən ayrılmış. Başlığımızı yazaq. Bu zaman yük sabit olacaqdır. Yük sabit olan düsturlardan istifadə edəcək. Yazıram ki, bura Q bərabərdir konustan. İlk öncə başlayıram nə ilə? Kondensatorun yükü.
Kondensatorun yükü dedikdə Q bərabərdir CO düsturuna əsasən U bərabər olmuş olacaqdır Q bölünsün C-yə. Bu da bərabər olmuş olacaqdır Q D bölünsün epsilon 0 S şəklində ifadə edə bilərik. Biz əvvəldə də qeyd etdik ki, Q nədir? Sabitdir. Bu zaman Q-nün digər kəmiyyətlərdən asılılığını göstərsək, qeyd edə bilərik ki, Q özü D-dən, S-dən və həmçinin epsilondan nədir? Asılı deyil. Gərginliyə baxdıqda isə gərginlik, yəni U, D ilə xətti olaraq düz mütənasib asılıdır. S-lə isə və həmçinin epsilonla tərs mütənasib asılı olmuş olacaqdır. Davam edirəm intensivlik. İntensivlik Y bərabərdir U bölünsün D-yə. Yuxarıda U-nun aldığımız düsturunu yerinə yazsaq, bu zaman D-lər ixtisar gedəcək. Bizə qalacaqdır Q bölünsün epsilon 0 S-ə. Bu zaman sahənin intensivliyinin digər kəmiyyətlər arasında olan asılılıq qrafiklərini göstərək. Sahənin intensivliyi Y, düsturda D olmadığına görə D-dən asılı deyil. Baxın, məsələn, sizə tutaq ki, sual veriləcək ki, sabit gərginlik mənbəyindən ayrılmış halda D-ni məsələn 3 dəfə artıraq, sahənin intensivliyi necə dəyişir? Artıq düsturda D olmadığına görə sahənin intensivliyi asılı olmayacaqdır. Sahənin intensivliyi Y, epsilon və həmçinin S-dən tərs mütənasib asılı olmuş olacaqdır. Davam edirəm. Enerji. Belə ki, kondensatorun enerjisi W, Y bərabər olmuş olacaqdır. Q kvadratı bölünsün 2S-yə. Bu da bərabər olmuş olacaqdır. Q kvadratı D bölünsün 2 epsilon 0 S şəklində ifadə edə bilərik. Bu zaman enerji Q-nün sabit qiymətində S ilə tərs mütənasib asılı olmuş olacaqdır. Həmçinin Q-nün sabit qiymətində D ilə düz asılıdır. Bu zaman asılılıq qrafiklərimizi çəkək. Deyirəm ki, W, Y, D ilə Q-nün sabit qiymətində xətti olaraq düz mütənasib asılı olmuş olacaqdır. W, Y, S-lə, həmçinin epsilonla tərs mütənasib asılı olmuş olacaqdır. Davam edirəm enerji sıxlığı ilə. Belə ki, enerji sıxlığı WY bərabər olmuş olacaqdır. Q kvadratı bölünsün 2 epsilon 0 S kvadratına. Bu zaman asılılıq qrafiklərini təsvir etsək,
Belə ki, enerji sıxlığı WY düsturda nə yoxdur? D. Deməli, D-dən asılı deyil. Davam edirəm. Enerji sıxlığı S-lə kvadratik olaraq tərs mütənasib asılı olmuş olacaqdır. Epsilondan isə xətti olaraq tərs mütənasib asılı olmuş olacaqdır. Buraya yazıram WY epsilondan xətti olaraq tərs mütənasib asılılıq yaratmış olacaqdır.